Bu dərsdə biz it şəkilçisi haqqında danışaq. İlə deyə tərcümə olunur, yoxmu it şəkilçisi? Deməli, gəlin öncə əvəzliklərə əlavə edək bunu. Bu olsun çemit, şenit, misit. Məsələn, baxın, razı gürcə necədir? Qmaqopili. Dönüb dediyimiz zaman mənimlə razıdır. Deyirik çemit qmaqopiliya. Yadınızda saxlayın ki, qmaqopili razı, narazı sözünün antonimi olan razıdır bu. Məsələn, qmaqopili razı da uqmaqopilo narazı deməkdir. Yadınızda saxlayın. Yəni, çemit qmaqopiliya məndən razıdır deməkdir bu. Məndən razıdır. Yoxsa mənimlə nəsə eyni fikirdədir və mənimlə razıdır, razılaşır. Bu mənada deyil bu. Yəni, məndən razıdır. Mənim etdiyim işdən razıdır. Çemit qmaqopiliya. Məsələn, dönüb deyir ki, çemiu prosi, çemit qmaqopiliya. Yəni, mənim böyüyüm məndən razıdır. Bir də fəxr edirəm. Gürcə necə olur? Vamaqob. Vamaqob. Məsələn, səninlə fəxr edirəm dediyimiz zaman deyirik şenit. Yenə həmən şəkildən istifadə olunub gördüyünüz kimi. Şenit vamaqob. Şenit vamaqob. Məsələn, dediyimiz zaman ki, atam mənimlə fəxr edir. Bunu nətər deyirik? Mama çemi, çemit, çemit, amaqobs. Amaqobs fəxr edir deməkdir.